Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Aziz, kıymetli kardeşler, hürmetli beyler, aksakallar, değerli cemaat. Alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, hayır duası, bereketi olsun. Hamdolsun uca Allah'a, Allah Teala bizlere 12 ayın sultanı olan mübarek Ramazan ayında yaşayıp ona ibadet etmeye müvaffak edir. Hakikaten de Ramazan ayına yetişip çatmak, bu ayda Allah'a ibadet ve itaat üzere ömür sürmek büyük bir hoşbəxtçilikdir. Allah Teala bunu yalnız hakkında hayır istediği, sevdiği, hidayet ettiği şəxslərə bəxş edir. Uca Allah Kur'an-ı Kerim'de buyurur: فَمَنْ يُرِدِ اللّٰهُ اَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْاِسْلَامِ. Allah Teala kimi hidayet etmek isteyerse onun kalbin İslam'a açar. Yani namaz kılmak, oruç tutmak, zekat vermek, hac ziyareti, ümre ziyareti, Allah Teala onun kalbin ona açar, kalbinde rahat olar. Uca Allah buyurur: "Efemen şerahallahu sadrahu lil İslami fehuve ala nurin min rabbih." Allah'ın kalbini İslam'a açtığı şəxs artık Rabbi tarafından bir nur ışık üzeredir. Allah Teala bu oruç tutmağı, bu namaz kılmağı, bu doğru əqidədə, mənhəcdə olmağı ancak ve ancak hidayet etmek istediği, doğru yolda olmasını istediği şəxsə bəxş edir. Yoksa dünya hamıya nəsib olur, hamıya gəlir. Ama iman, amma hidayet, amma salih əməllər Allah'ın seçtiği, sevdiği şəxslərə. Allah Teala Kur'an-ı Kerim'de bizlere buyurur: "Femen şehide minkumu şehra felyasumhu." Sizden kim bu aya çatarsa bu ayda oruç tutarak yaşasın, Allah'a ibadet etsin. Bu ayın hələm ilk gecəsində cennetin kapılarının hamısı açılır. Ondan bir kapı belə olsa bağlı qalmır. Cehennemin kapılarının hamısı bağlanır. Ondan bir kapı belə olsa açık qalmır. Şeytanlar ve azmış cinler zəncirlənirlər. Allah Teala'nın Ramazanın her gecesinde, Allah Teala'nın Ramazanın her iftar vaxtında cehennem odundan xilas edib bağışladığı bəndələri vardır. Bu Ramazanın her gecesinde baş verir. Her iftar vakti baş verir. Resul sallallahu aleyhi ve sellem bu ayın gelişi münasebetiyle sahabelerin sevindirip onları müjdeleyermiş. Etâkum şehru Ramazanel mübarek. Size mübarek Ramazan ayı geldi. Salih selefler bu ayın gelişi münasebetiyle Allah'a 6 ay önceden dua edip deyerlermiş: Allahümme belliğna Ramazane. Allah'ım bizi Ramazan ayına yetiştir. Ve sonra da 6 ay Allah'a dua edip Allah'tan isteyerlermiş ki Allah'ım Ramazan ayında etmiş olduğumuz ibadetleri, namazları, oruçları bizden kabul et. Ona göre bu aya yaşamak, bu aya yetişmek, bu ayda Allah'a ibadet ve itaat etmek büyük xoşbəxtçilikdir. Ama en büyük xoşbəxtçilik, en büyük uğur bu aydan günahları bağışlanmış halda çıxmaqdır. Ramazan ayı məhz buna göre gelir. İnsanların günahları əffolunub bağışlansın. Adın mənası Ramazan, adı yani insanın günahlarının salih əməllər ilə bağışlanması.
bu aydaki bütün ibadetler, namaz, oruç, teravih namazları, Qədir geceleri, fitre zekatları, hamısı insan bağışlansın diye gelip. Resul sallallahu aleyhi ve sellem buyuruyor ki men sâme Ramazâne imanen ve ihtisâben gufira lehu mâ teqaddeme min zenbihi. Kim Ramazan ayında ihlasla, imanla mükafatını da Allah'tan gözleyerek oruç tutarsa onun geçmiş günahları bağışlanar. Men qâme Ramazâne imanen ve ihtisâben gufira lehu mâ teqaddeme min zenbihi. Kim Ramazan ayında gece kalkıp imanla, ihlasla mükafatını da Allah'tan gözleyerek ibadet ederse onun kesmiş günahları bağışlanar. Men qâme leyletel qadri imanen ve ihtisaben gufira lehu ma teqaddeme min zenbihi. Kim Qədir gecesini imanla, ihlasla mükafatını da Allah'tan gözleyerek ibadet ederse onun kesmiş günahları bağışlanar. Hamısı günahlarımız bağışlansın diye var. Resul sallallahu aleyhi ve sellem buyuruyor ki kim Allah yolunda bir gün oruç tutarsa Allah onu 70 illik mesafe cehennem uzaklaştıran. 70 illik mesafe. Yani yarım gün yok, bir gün yok, bir il yok. 70 illik mesafe. Başka hadiste gelir ki Allah Teala yolunda bir gün oruç tutan şahsi Allah Teala yerden göğe kadar cehennem ateşinden uzaklaştır. Hamısı bağışlanak diye var. Şeytanlar ona göre zincirlenip, azmış cinler ona göre bağlanıp ki ibadet edenlere mani olmasınlar. Cehennemin kapıları ona göre bağlanıp ki hiç kim bu ayda cehenneme düşmesin. Cennetin kapıları ona göre açılıp ki insanlar bu aydan effolunub cennete düşüp orada ehlinden olsunlar. Günlerin bir günü Peygamber sallallahu aleyhi ve sellem minbere kalkan zaman 3 defa amin, amin, amin deyir. Sahabelere təəccüblü gelir. Görmemişler böyle bir şey. Ya Resulallah neye 3 defa amin dedin? Allah Nebisi sallallahu aleyhi ve sellem onlara deyir ki Cebrail benim yanıma gelip dedi ki ey Muhammed valideynlerinden her ikisi yaxud da biri hayatta ola ola hələm də cənnəti qazanmamış övlad rüsvay olsun. Cəhənnəmdə üz üstə sürünsün. De amin, mən də dedim amin. Mələklərdən olan elçi dua edir, insanlardan olan elçi amin deyir. Ən əzəmətli, ən fəzilətli mələk Cəbrail əleyhissalam dua edir, ən əzəmətli, ən fəzilətli insan və Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm amin deyir. Bu dua heç qəbul olmaya bilərmi? Ey Muhammed senin adın çekiləndə sənə salavat deməyən şəxs rüsvay olsun, cəhənnəmdə üz üstə sürünsün. De amin, mən də dedim amin. Ey Muhammed Ramazan ayına daxil olub bu ayda hələ də bağışlanmamış çıxan şəxs rüsvay olsun, cəhənnəmdə üz üstə sürünsün. De amin, mən də dedim amin. Bu hədislər onu göstərir ki Ramazan ayında çalışmalıyıq ki günahlarımız bağışlanıb əff olunsun. Əlbəttə Ramazanın çoxsu getdi. Amma qiymətli və qızıl günləri, gecələri qaldı. Necə deyərlər? Zəhəbə əksəruhu və bəqiyə zəhəbuhu. Əksəri getdi, çoxsu getdi, artıq 23-cü günü tamamladıq. Amma qalan günlər və gecələr qızıldan da dəyərli və qiymətlidir. Ona görə insan çalışmalıdır ki, məhz bu gecələrdə, bu gündüzlərdə Allah Taala'nın məğfirətinə nail olsun. Allah Taala ona rəhmət etsin. Hətta bu gecələrin duasına baxın. Ən çox edilən dua Allahümmə innəkə afuvun tuhibbul afuvə fa'fu anni. Allah'ım sen affedip bağışlayansın. Affetmeyi de bağışlamağı da sevirsen Allah'ım beni affet, beni bağışla. Bu gecelerde bize öğretilen dua. Biz bağışlanak, biz eff olmak kardeşler. Bak buna yaxşı çalışmak. Biz bilmirik gelen Ramazan ayına qalacaq ya yox. Gələn oruclarda həyatda olacaq ya yox. Bax, yaxşıca çalışmaq ki bu aydan qalib şəkildə
mükafatlar kazanarak çıxmaq. Qəbir əhlindən soruşsan ki, dünyadan nə təmənna edirsən, nə arzulayırsan? Onlar deyərlər ki, dünyaya qayıdıb bir gün Ramazan ayında oruç tutmaq istəyirik. Bir gün Ramazan ayında oruç tutmaq. Amma Allah Teala bizə müvəffəq etdi, bizə köməklik etdi. 23 gün tutduq. Uca Allah'a dua etməliyik ki, Allah'ım qalan günləri tutub əda etməyi bizə nəsib et. Bəzi salih sələflərdən gəlir ki, ölən vaxtı ağlayarlarmış. Soruşurlar, sizə ağladan nədir? Onlar deyərlərmiş ki, mən gecə qalxıb qılmadığım namazlara görə və gündüz saxlamayıb tutmadığım oruclara görə ağlayıb peşman olurlar. Qardaşlar, bax bu aydan yaxşıca vidalaşmaq. Ona görə bu 10 gecələr, 10 gündüzlər var. Ona görə etiqaf var. Məsciddə qalıb Allaha ibadət etmək. Çünki həm insan o 10 gecələrin fəzilətini götürür, içərisində Qədir gecəsi var 1000 aydan xeyirli, həm də Ramazanla gözəl şəkildə vidalaşır. Gözəl şəkildə ayrılır. Çünki o bilmir ki, bir də Ramazana qalacaq ya yox. Allah Teala bizləri müvəffəq etsin. Bu Ramazanın qalan 7 gecələrin, hansı ki bugün 23-cü gecədir. Resul sallallahu aleyhi ve sellem buyurur ki, Ramazan ayının son 10 gecəsinin 23-cü gecəsində axtarın Qədir gecəsi. Bəlkə də o Qədir gecəsi bu gecədir. Başqa hədisdə gəlir ki, son 7 gecədə axtarın. Elə bu gecədə o son 7 gecələrdən biridir. Yaxşıca çalışmaq. Eləcə də qiymətli cəmaat, qarşıdan fitrə zəkatları gəlir. Bu da məhz oruç tutanın günahlarının bağışlanması üçün var. Fağır fuqara yeyib içib bayram eləyib sevinsin, oruç tutanın bir ay boyunca etmiş olduğu naqissə və taksirlər bağışlansın. Adam başı 3 kilo qida və ərzaq məhsullarından çıxarılır, bayramdan bir gün və ya 2 gün qabaq. Bunlara da Allahın köməyi ilə yaxşıca özümüzü hazırlamaq, bu haqda olan dərslərə, xutbələrə, məqalələrə baxmaq ki, mən fitrə zəkatımı ixlasla və sünnəyə uyğun qaydada şəriətin buyurduğu kimi çıxardıb əda edib. Son gecəmizdə isə, son iftarımızı etdikdən sonra isə artıq Şəvval ayının bir gecəsi daxil olanda bayram təkbirləri gəlir. Artıq bilirik ki, sabah bayramdır, axırıncı iftarımızı edib qurtardıqdan sonra bu təkbirləri söyləməyə başlayırıq. Ta ki bayram günü imam namazgaha gələnə qədər bu təkbirləri oxuyuruq. Bu təkbirlər ona görə var ki, Allahım müvəffəq etdim, bir ay oruç tuttum, xatasız, balasız, qazasız, mənə sağlamlıq verdin, mənə güc qüvvə verdin. Həmçinin bu təkbirlər ayı tamamlamağın şükrüdür. Uca Allah buyurur, وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللّٰهَ عَلَى مَا هَدَاكُمْ. Müddəti tamamlamanıza görə və Allahın sizə hidayət etmənizə görə Allahı uca tutun. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber, və lillahil hamd. Bu təkbirlər kişilər yüksək səslə, qadınlar isə özləri eşidəcək qədər alçaq səslə oxuyurlar. Bu təkbirləri xorla oxumaq cəmaat şəklində də icazəli deyil. Hamı istədiyi yerdə, yolda gedəndə, işində, gücündə, evində oxuya bilər. Bayram üçün yaxşıca hazırlaşmaq, təzə paltarlarımız, təzə geyimlərimiz, yaxşıca ətirlənmək və bayrama qusl alaraq, təmizlənərək getmək. Və bayram günü də oruç tutmaq qadağandır. Həm şək günlərində oruç tutmaq qadağandır, həm təşrik günlərində oruç tutmaq qadağandır, həm də 2 bayram günləri oruç tutmaq qadağandır. Səhər yeməyimizi yeyək, xurmalarımızı tək sayda yeyək, 1, 3, 5, 7, 9, ondan sonra gedək və əgər namaz açıqlıq bir ərazidə qılınırsa, elə gedib otururuq, əvvəlində heç bir namaz qılmağa ehtiyac yoxdur. Resul sallallahu aleyhi və səlləm bayram namazından qabaq namaz qılmır, hətta duha namazı olsa belə. Onu namazdan sonra qılırıq. Amma əgər məscidə gedib qılacaqsa, bizdə Allah həmd olsun, ölkəmizə məscidlərdə qılınır, məscidi 2 rükət salamlama namazını qılıb, oturub, bayram namazının başlamağını gözləyirik. Namazı qılırıq, xutbələrə qulaq asırıq, ondan sonra başlayırıq bir-birimizi təbrik eləməyə. Bayram münasibəti ilə təbrikləşmə namazdan sonra olur, namazdan qabaq yox. Bayram namazından sonra uzaqlaşırıq, təbrikləşirik. Allah Teala bizdən də sizdən də qəbul etsin. Allah mübarək eləsin. Bayramımız mübarək.
Həmin günü bizim bayramımızdır. O bir günü Allah Teala bize verib, Allah yanında da elə ilin ən hörmətli günləri o bayram günləridir. Ailəmizlə, qohum əqrabamızla vaxt keçirmək. Növbəti gün isə artıq Şəvval ayının ikisi adi günlərdir. Oruclarımızı, Şəvval oruclarımızı tuta bilərik. Kiminsə Ramazandan qəzası varsa birinci qəzasını tutur və sonra Şəvval oruclarını tutur. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, kim Ramazan orucunu tutar, sonra da Şəvvaldan 6 gün oruç tutarsa, o şəxs bir il, bütün ili oruç tutmuş kimi mükafat savab qazanar. Allah Teala bizləri bu gözəl ayın xeyrinə, bərəkətinə nail olub çatan qullarından etsin. Bizləri bu aydan günahları bağışlanmış halda çıxarsın. Allah Teala'dan istəyirik ki, Ramazandan sonra da, Şəvval aylarında da, digər aylarda da uca Allah'a ibadət edib onun sevdiyi, razı qaldığı işləri görək. Ona görə ki, Allah Teala təkcə Ramazanın Rəbbi deyil, o Şəvvalın da Rəbbidir. O Zülqadənin də, Zülhiccənin də, Muharremin də, Səfərin də, Rəcəbin də hamısının Rəbbidir. Kim Allah'a Ramazan ayında ibadət edirsə, sələflər deyir, o nə pis quldur, nə pis bəndədir ki, ancaq Ramazandan Ramazana ibadət edir. Ramazandan Ramazana oruç tutur. Ramazandan Ramazana Quran oxuyur. Ramazandan Ramazana meclisə gəlib gedir, Ramazandan Ramazana sədaqə verir. O nə pis bəndədir, o ay yaxşı baxmazlarmış. Amma kim ilin hər ayında gücü çatdığından Allah'a ibadət edib, sadaqasını, duasını, zikrin, Quran oxuyur, oruç tutur, o bax, yaxşı bəndədir. Allah Teala hər birimizi eşitdi, başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.